mənim bu hala düşməyimin səbəbi yoldaşımdır. Günahkarı yoldaşımdır. O mənə bu günə qoyubdur. Əksər insanlar bu sözü deyir ha. Bəli. Mən bu hala düşməzdim. Mən nevroz olmazdım. Mən xəstə olmazdım. Yoldaşım mənə eləyib. İndi bir misal deyim. 2 dənə ailə təsəvvür edin. 2 dənə ailədir. Eyni xarakterdədirlər ikisi də. Bəli. İkisi də eyni etabı keçir. Kişi də məsələn tutaq ki, xanıma qarşı hörmətsiz edib. Bu bir ailədə kişi hörmətsiz edib. Amma bu bir ailədə qadın normala qarşılayıb, qadın aqressivləşmir, əsəbləri pozulmur, nevroz olmur. Amma o biri ailədə olur. O biri ailədə o yoldaşının kişinin elədikləri xanımda aqressiya yaradır, nevroz yaradır. Əgər insan övladı deyirsə ki, yoldaşım eləyib mənə bu günə salıbsa, bəs niyə bunun yoldaşının elədikləri bunda nevrozluq yaratmayıb, sənin yoldaşının elədiyi yaradıb? Səbəb nədir? Maraqlı. Səbəb çox sadədir. Sən müqəddimsən özünə, insanın psixoloji baxımdan hazırlığına, insanın düşüncələrinə, həyata baxışına. Bu, məsələn, xanım yoldaşın elədiyi normala qarşılayır, bir insandır da, yorğun ola bilər, narahat ola bilər və yaxud səhv edə bilər, həyatda ola bilir. Eləyib, inşallah nə vaxtsa səhvini başa düşür, qəbul edir. Amma bu biri yox, deyir, bu etməməlidir bunu. Mənə qarşı bu addımı atmamalıdır. Onu qəbullana bilmir. Onun baxışında o neqativdir artıq. Və zamanında görürsən belə olur ha. Məsələn 5 il, 10 il xanımdan zülm edib ki, incidir, biləkdən və yaxud bilməkdən. 10 ildən sonra kişi dəyişib, tam başqa bir adam olub. Xanımın dəyər verən bir insan olub. Xanım deyir, onun verdiyi dəyərmənin önəmi yoxdur. Bəli. Zamanında bunu verərdi. Deyirəm, indi dərk edib də. Zamanında bunu dərk eləməyib. Bilməyib. Cahilliyi olub, nadanlığı olub, dəlisov olub. Bu işlə görə indi dərk edir ki, mən düz eləməmişəm. Mənim attığım addımlar səhv olub. Bu zaman xanım bunu bağışlaya bilər, yoxsa yox, bu qayıdır xanımın özünə. Bəli. Bəziləri bağışlayır. Bunun seanslarında şahid olmuşam. Deyirəm ki, sən dəyiş, qarşı tərəf işin olmasın, o dəyişəcək. Zamanla bunun şahid olur ha. Deyir, ha, doğrudan da görürəm dəyişir.